Bismillahirrahmanirrahim. La havle və la quvvətə illa billahil aliyyil azim. Selamun aleyküm əziz izləyicilərimiz. Xanım Zəhra salamun əleyhanəm məvludu. Bütün Zəhra sevərlərə və siz əzizlərə də mübarək olsun başda İmam-ı Zaman əleyhissalam olmaqla. Allah təbarək və təala Quran-ı Kərimdə Nur surəsi 36-cı ayədə buyurur. Əuzu billahi minəşşeytanirracim. Fi buyutin əzinəllahu ən turfa'a və yuzkara fiyhə ismuh yusabbihu ləhu fiyhə bil-ğuduvvi vəl-asal. Allahın bu nurdan danışır Allah Teala əvvəlcə. Bu nur Allahın tikilib ucaldılmasına və içində öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Orada səhər axşam ona təriflər deyilər. Allah Teala nurlu evlər, o evləri adlandırır ki, orada Allah zikri ucalsın. Bu evlər nədir ümumiyyətlə? Təfsirçilər deyirlər, bu evlər məscidlərdir ki, orada Allah adı ucalır. Həm zahiri cəhətdən məscidlər evlərdən uca olur, həm də mənəvi məqam cəhətindən məscidlər ucadır. Və ya Kəbə, bəzi təfsirçilər deyirlər, Allah bu ayədə Kəbəni nəzərdə tutur. Və ya bəzi müfəssirlər deyirlər, alimlərin evləridir ki, orada ilahi elmlər öyrənilir. Tələbələr yetişdirilir. Oradan ilahi elm öyrənir insanlar, cəmaat. Və yaxud da Əhl-i Beytin və Peyğəmbərin hərəmləridir o ilahi evlər. Yəni, məqam və ya məkan cəhətindən ucalıq məna eləyiblər. Amma mənim məqsədim bu ayəni oxumaqda, Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxuyanda bir nəfər qalxdı ayağa, dedi, ya Rasulallah, de görüm, bu Zəhranın da evi həmin evdəndir. Soruşdular, ya Rasulallah, bu evlər nə evlərdir? Həzrət Buyutul Ənbiya, Peyğəmbərlərin evlərdir. Həzrət bu ayəni oxuyanda Əbu Bəkir dedi, de görüm, ya Rasulallah, Həzrət Zəhranın evinə barmağını uzadaraq, bu da həmin evlərdəndir. Peyğəmbər burada, nəm, hiyə min əfzəliha. Allah Teala Nur surəsi 36-cı ayədə buyurduğu o evlər, Allah izin verib orada Allahın adı zikr olunsun, ucalsın və orada Allah gecə gündüz təsbih olunsun Allaha. Həzrət Peyğəmbər buyurdu, o evlərin ən fəzilətlisi, həmin Allah buyuran evlərin ən fəzilətlisi Zəhranın evidir. Və yuzramun nar bi babə dariha və ayətün nur əla mənariha. Belə bir evin qapısına od vuruldu, çox təəssüf. İstəmirəm o həzin nöqtələrə bayram günü işarə edeyim. Axı, evdən söhbət gedir, qapıdan söhbət gedir. Bir dəfə mənim qapım var, bir dəfə Peyğəmbərin, imamın qapısı var, məscidin qapısı var, Kəbənin qapısı var. Bu qapılar məqam cəhətindən bir-birindən fərqlənir. Həzrət Zəhra qapısına Allah Teala o evi Quranda belə bir tərif edir, hörmətsizlik olundu. Peyğəmbərin buyurduğuna əsasən bu ayədə ki, Allah Teala'nın ucaltdığı məqam cəhətdən evlərdən biri xanım Zəhranın evidir. Bu ev nə evdir? Gəlin bu ev barəsində biraz düşünək. Bu məqamları sayaq ki, o qapıya olunan cinayətlər də bilinsin ki, dərəcə cəhətindən hansı qapıya bu hörmətsizlik olunub? Darul vəhy, darul mələikə, darul elm, darul bəraə, darul tərbiyə, darul vilayə, darul əfaf, darul nüzulul Qur'an. Saymaqla bitməyən ev. Vəhy evidir, mələklərin gəlib getdiyi evdir, tərbiyə evidir. Bütün cəmiyyət o evdən tərbiyə alınır. Elm evidir, bəraət evidir, təbərri Allahın düşmənləri ilə, Peyğəmbərin və imamətin düşmənləri ilə düşmən olunan evidir. Darul vilayə, Allahın vəlilərin evidir. Darul ifat, iffət, qeyrət, namus evidir. Darul nüzulul Qur'an, Qur'an nazılan evidir, Zəhranın evi. Dedim, Darul vəhidir, Qur'anın bir sıra ayələri bu evdə nazil olub. O cümlədən İnsan surəsinin 25-ci Zilhiccədə nazil olub həmin evdə.
Təthir ayəsi. Peyğəmbərimiz gəlib xanım Zəhranın evinə, əbasının altına alıb Əli əleyhissalamı, İmam Həsən, İmam Hüseyni, xanım Zəhranı təthir ayəsi o evdə nazil olub. Əhl-i Beytin ismətinə dəlalət eləyən ayə, təthir ayəsi. Hətta Cəbrail izin alır ki, əbanın altına girməyə, Salman izin alır, Allah mələkinə Peyğəmbər icazə vermir. Darul Məlaikə, mələklər evidir Zəhranın evi. Şeyx Kuleyni, Allah rəhmət eləsin, Usul-i Kafidə yazır, Peyğəmbər 75 gün sonra, Peyğəmbərdən 75 gün sonra xanım Zəhra salamüleyha şəhid oldu. Bu 75 gündə Cəbrail Həzrəti Zəhranı tək qoymadı. İmam Sadiq ağa buyurur, Müshəf-i Fatimə əmələ gəldi. O müshəf Qurandan başqa bir şeydir. Allah Teala orada Zəhraya hökmləri buyurur və Əli əleyhissalam onları xanım Zəhranın imlası ilə yazır. Darul Vilayə və Bəraə, təvəlli və təbərri evidir. Elə Allah dostları ilə dost olunan evdir. Elə Allah düşmənləri ilə düşmən olunan evdir ki, o evin sahibi Zəhra təvəlli və təbərri yolunda imamının düşmənləri ilə mübarizədə canın fəda elədi. Hələ də o evdən bu günləri təbərri qalxır. Yəni o xanım qəbrinin gizlinliyi ilə hələ də bəraət eləyir. Yəni o imam düşmənlərindən uzaq olduğunu elan eləyir. Nüfuzlu şəxslərin tarixdə cinayətləri cəmiyyətdə ictimai xətalara çox yol açıb. Məsələn, Adəm Peyğəmbərin oğlu Qabil Habili öldürdü. Peyğəmbər oğlu idi. Ona görə də Əli əleyhissalam buyurur, qiyamət gününə qədər, dünyanın sonuna qədər, nə qədər insan insanı öldürsə, qətl hadisəsi olsa, Qabil onların hamısının günahına şərikdir. Deyirlər, ağa, niyə o bir dənə Habili öldürüb? Deyir, çünki insan təfəkküründə qətl hadisəsi yoxdur. Onun bünövrəsini, toxumun Qabil qoyub. İnsanlara onu Qabil öyrədib. Bütün bidətlərin sahibləri bu cürdür. O, Adəm Peyğəmbərin oğlu Qabil Habili öldürdü. Nuh və Lutun xanımları Peyğəmbər xanımlığından, nüfuzundan istifadə edədilər. Belə deyə, ağ oldular Peyğəmbərlərə. Yusufun qardaşları Peyğəmbər oğlanları idi deyə o cür Peyğəmbəri quyuya atdılar. Və sair saymaqla qurtarmaz. Nüfuz, yəni yaxşıların yanında yer tutub, ondan suyu istifadə eləmək. Keçən verilişlərimizdə Müslim İbni Osəcənləli ilə Məqəl İbni Yezidin Müslimin yanında hörmət qazanıb Hanni və Müslim tərəfdarlarının satmağından söhbət açmışdıq. Necə bu günləri xanım Zəhra salamüleyhanın qapısının yandırılması, bətnindən möhsünün düşməsi və özünün şəhid olması barəsində söhbət açanda səhabələrə gül qondurmurlar, deyirlər, toz qondurmurlar, üzr istəyirəm, deyirlər, səhabə belə eləməz. Əli əleyhissalamın özündə, Peyğəmbərdə günah axtarırlar, deyirlər, Peyğəmbərin ispat edirlər, ayə gətirirlər Qurandan, deyirlər, Fəth surəsinin 2-ci ayəsi Peyğəmbərin günahkar olduğuna dəlalət edir. Bizim əqidəmiz deyir, Peyğəmbər günahsızdır, bunlar deyir, Peyğəmbər günahkardır, amma səhabiyə dil uzatmaq olmaz. Səhabədirsə, səhv eləsə, ictihad eləyib. Biz əvvəlcə onu deyim ki, bütün səhabələrə demirik. Biz o səhabələrin istəyirik, o cinayətlərin üstünə açaq ki, Peyğəmbər qızının qətlin törədiblər və bu günə qədər Peyğəmbər qızının qəbrin gizlin saxlayıblar. Ayə var, Quran ayəsinə əsasən və min əhlil mədinəti maradu alən nifaq la ta'lamuhum nahnu na'lamuhum sanu'azzibuhum marratin thumma yuradduna ila azabin azim. Tövbə surəsi 101-ci ayə. Allah Teala buyurur, Mədinə, sahabələr Mədinədə deyildimi? Mühacirlər və ənsarlar Mədinədə. Peyğəmbər buyurur, üzr istəyirəm, Allah buyurur, kafirlərdən söhbət getmir. Sırf yəni müsəlmandır. Qeyri-müsəlman Allah kafir deyər, müşrik deyər. Müsəlman olub Peyğəmbərin yanında nüfuz qazanan şəxslər Allah Teala buyurur və min əhlil Mədinə maradu alən nifaq. Mədinə əhlindən münafiqlər, 200-lər var o müsəlmanlardan. Ya Peyğəmbər, sənin yanındalar, sən onları tanımırsan, amma biz onları tanıyırıq. Onlara 2 dəfə əzab verəcəyik. Bir dəfə bu dünyada
dünya əzabı, bir dəfə bərzəx aləminin qiyamət əzabını verəcək. Tümmə yuradduna, dünyada və bərzəxdə əzaba düçar olanlardan sonra yuradduna ilə əzabın əzim, qiyamətin əzəmətli əzabına düçar olacaqlar. Xanım Zəhra salamullah bu ayə əsasən Fədəc xütbəsində buyurur, şeytan atan peyğəmbərdən sonra tısbağa qınından başını çıxartdığı kimi şeytan da başını çıxartdı qınından çağırdı. Siz onlara, şeytana ilk cavab verən və itaət eləyən şəxs oldunuz ki, peyğəmbərdən sonra peyğəmbərin vəsiyyətini pozdunuz. Alman alimi var Madalong, Muhammedin Canişinləri kitabında yazır. Adam biraz düşünsə, peyğəmbərin canişini, haqq olan canişini Əli əleyhissalam olduğunu görər. Ona görə ki, deyir, heç hədisə, ayə ehtiyac yoxdur. Biraz adam düşünsə, ona görə ki, peyğəmbər özündən sonraki canişinləri, peyğəmbərlər özləri tərbiyə edib, özləri becərib. İsmaili İbrahim becərdi, sonra Yusufu Yaqub becərdi, Harunu Musa becərdi, ondan sonra İshaqı, İsmaili Hazreti İbrahim peyğəmbər, Yaqub peyğəmbər, İshaq peyğəmbər, hər peyğəmbər özündən sonraki canişinin özü becərdiyi kimi, böyütdüyü kimi, Əli əleyhissalamı da körpəlikdən peyğəmbər aldı yanına 10 yaşına qədər becərdi, yeməyin də ağzına verirdi. Deyir, bunu görəndə bilirsən ki, Əli əleyhissalamın Əli əleyhissalam haqq olan canişinidir peyğəmbərin. Və yaxud da peyğəmbər inzar günündən hərəkətlərinə baxırsan, hər yerdə Əli deyir və onu böyüdür. İstər qədir xum olsun, olmasın. Bunu ağıl kəsir. Zor-zorda Əli Sotul Ədalətül İnsaniyyə kitabında yazır. Deyir, əgər desəm, sən İsa'dan ucasan, ona dilim icazə verməz. Əli, əgər desəm, yox, İsa səndən ucadır Allah yanında, ona da vicdanım yol verməz. İkisinin arasında qalmışam. Xanım Zəhra salamüleyha dünyaya bunu çatdırmaq istədi. Təvəlli və təbərri elədi ki, dünyanı başa salsın. Peyğəmbər qızından Mədinə xanımları bədən halını soruşanda cavab tərs mütənasib olur. Mən səndən bədəni soruşuram, sən məndən ayrı bir şey danışırsan. Xanım Zəhra salamüleyha buyurdu ki, gedin, mən ərlərinizdən narazıyam ki, mindilər ixtilaf dəvələrin, gəldilər Peyğəmbər qızının qapısına. İslamın qoşa qanadını vurdunuz. Əli İslamın qoşa qanadı idi. Qoymadınız İslam dünyanı alsın qanadlarının altına. İmam-ı Sadiq əleyhissalamdan soruşanda Həzrət buyurur, Li-əyyi illətin dufinət Fatimə leylən li-əllə yüsəlli əleyhər rəculanil-ərabiyyan. Xanım Zəhra sirlər doludur. Mövlud günündə bu nöqtələrə mən məcburam işarə edirəm. Niyə anam Fatimə gecə dəfn olundu? Çünki həmin ərabilər 2 nəfər gəlib ona namaz qılmasın. Xanım Zəhra təbərri əhlidir. Darut tərbiyə, Xanım Zəhra evi tərbiyə evidir. İslamın ilk nümunəvi ailəsi, Peyğəmbər ailəsi İslamdan qabaq qurulub. Amma Zəhra ailəsi İslamın simbolik ailəsidir. 2 məsumun qovuşduğu ailə. Belə bir ailə yoxdur. 2 məsum Əli əleyhissalam və Zəhradan başqa peyğəmbərlərdə belə peyğəmbərlərin ailəsində olmayan bir evlilikdir. 2 məsum, diqqət edin, 2 məsum. 2 məsumun qovuşmasından Allah Teala Ər-Rəhman surəsində buyurur ki, Mərəcəl bəhrani yəltəqiyan, 2 dənə dərya qovuşur, yəxrucu minhuməl-lulu vəl-mərcan. O 2 dəryanın qovuşmasından lulu və mərcan çıxır. Bu ayə Əli əleyhissalam və xanım Zəhra ailəsinin bir dənə təşbihidir ki, qovuşurlar, onlardan Həsən Hüseyin əmələ gəlir. 2 məsumdan 2 dənə məsum da təzədən dünyaya gəlir. Bu evlilikdən ona görə simvolik ailədir. Hansı məsum əmələ gəlir? 3 dəfə malın Allah yolunda paylayan İmam Həsən əleyhissalam dünyaya gəlir. Səbrin, helmin özü İmam Həsən dünyaya gəlir. Bütün dünya azadlarının və azadlıq məktəblərinin atası, şəhidlərin sərvəri İmam Hüseyin əleyhissalam dünyaya gəlir. Bu məsumlardan, bu ailədən.
Böhranlar içərisində hər insan idarəçi adamın bir evində bir qoca nənəsi əlindən gedir, bir həftə telefonlara cavab verə bilmir, işləri dayanır ki, mənim yaşım düşüb. Xanım Zəhra salamüleyhə o acılıqla, o cür çətinliklə, övlad becərməklə, atası əlindən gedib, özü qapı arasında qalıb, ərin aparıblar, əlləri bağlı. Bu cürlə məntiqli danışır. 22 gün bu ailədən çıxmış bir qız Zeynəb-i Kübra alimətün qeyri müəllimə 22 gün əli qolu bağlı əsir gedir, ac susuz çatır Şama, Şamın dirəklərini silkələyir Yezidin qarşısında xütbəsi ilə. Böhran halında, həyata böhran çökəndə idarəçiliyi əldə saxlamaq bu ailədən bizə bir ibrətdir. İzzət sahibi, iffət sahibi xanım Zeynəb salamüleyha bu evdən çıxıb və biz bu tərbiyələri bu evdən öyrənirik. Dini tərbiyə. İnsan balalarına din öyrətməlidir. Bu evdən öyrənirik. Əxlaqi tərbiyə, yalan yox, söyüş yox, qeybət yox. İnsan balasına bunu öyrədər. Həzrət İmam Hüseyin Əsəlamın Kərbəlasını təsəvvür edin. Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Xanım Zeynəb salamüleyha buyurur. Adamın başına biri bir daş vursa, ağzından ən acı sözləri çıxardar. Biri birinin bostanına zibil atır. Bu Azərbaycanda zibil atana hansı söyüşlər yazırlar o divarlara, bunu hamı bilir. Amma balasının başının qabağında, gözünün qabağında kəsir, qucağında oxlayır. Acı söz yox. Əxlaqdan qeyri söz, yəni qeyri-əxlaqı söz yox. Bu ailənin tərbiyəsidir. İctimai əxlaq bu evdən, xanım Zəhra ailəsindən, evindən öyrənir ki, kimlə necə rəftar edərsən. Baba ilə necə, ana ilə necə, ata ilə necə, qardaşla necə, bacı ilə necə rəftar eləmək, insanların hüquqlarını gözləmək. Bugün ailələrimizdə övladlarımızı tərbiyə mərhələləri sayırıq. Üzr istəyirəm, cinsi tərbiyə, məhrəm, naməhrəm məsələlərini övladlarımıza başa salmalıyıq. Əli Əleyhisselam ailəsində xanım Zeynəbi görən qonşusu deyir, Şamda xanım Zeynəbi görəndə deyir, and olsun Allaha ki, mən Mədinədə Zeynəbi görmədim. Anasının qəbrinə gedəndə belə qardaşları alardı ətrafın, aparardı gecə anasının qəbrini ziyarət etdirər, gətirərdi. Deyir, mən Mədinədə Zeynəbin üzünü görmədim. Bu günləri biz işte balalarımızın xoşbəxtliyi üçün məhrəm, naməhrəm məsələlərini başa salmalıyıq. Və 4, 5, 6, 7 yaşında 4 dənə uşaq tərbiyəsi bu evdə Darül Elmdir Zəhra evi, elmin mədənləri bu ailədən, bu evdən çıxıb. Allaha and verirəm xanım Zəhra salamüleyhanın hörmətinə, bu xanım Zəhranın mövludun bütün Zəhra sevərlərə mübarək eləsin. O mənada ki, təhcə bir, belə deyək, ad günü kimi yox, xanım Zəhra salamüleyhanın mövludu bir ibrət yeri kimi bizlərə inşallah bir məktəb olsun. Xanım Zəhranı öyrənək, haqqın tanıyaq və ümumiyyətlə dünya müsəlmanlarına xanım Zəhranı, hətta müsəlmanlara deyirəm, çünki dünya müsəlmanları xanım Zəhranı tanımır. Gedirsən Mədiniyə, sual verirsən Peyğəmbərin hərəmində namaz qılan müsəlmana. Deyirəm, insafın olsun, Peyğəmbər qızının qəbri hanı, söksəniz də, uçursanız da, Peyğəmbərin balaca İbrahiminin qəbrini göstərirsiniz, buradır, Mariyə Qibtiyyədən olan. Peyğəmbər səhabələrinin qəbirləri, Ümmülbənninin qəbri görsənir, Əbdullahın, söksəz də, Uhudda Həzrəti Həmzənin qəbri sökülsə də yerin göstərirsiniz. Amma Peyğəmbərin Kovsərinin, Ummu Əbihanın atasının, anasının qəbri hanı, Peyğəmbərin qızı Zəhranın qəbri hanı. Allah İmam-ı Zaman əli ilə o qəbri bizə nişan versin və bu cismani gözlərimizdən onun ziyarətini bizlərə nəsib eləsin, axirətdə xanımın şəfaətini əlimizdən almasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.